Qiymət qalxmasının səbəblərini iqtisadçı alim məndən yaxşı bilər, amma onları demir. Çünki nəyə görə qiymətlər qalxır? Ölkədə azad iqtisadiyyatı rəqabət yoxdur. Ölkəyə banan gətirən bir təşkilat var. Və o bananı neçə gətirirsə, neçə satırsa özü bilər. Başqa bir adamın ölkəyə banan gətirə bilməz. Və digər sahələr də monopoliyadadır. Və monopoliya olduğu üçün onlar istədiyi malları gətirirlər və ona istədiyi qiymət qoyurlar. Bu bir tərəfdən. İkincisi, böyük bir monopolist artıq olub Tarif Şurası. Tarif Şurası bir gecədə ölkə əhalisinin rəyini nəzərə almadan, ölkə prezidentinin əmri və göstərişi ilə əlində olan imkanlardan istifadə edib, yanacağın, suyun, qazın qiymətini qaldırır. Əgər bu qiymətlər qalxırsa, kənd təsərrüfatı istehsalçısı sudan istifadə edir, istilikdən istifadə edir, yanacaqdan istifadə edir. Deməli, onun maya dəyəri qalxır. O da onu qaldırmalıdır ki, sonradan həmən istifadə elədiyi qazın, yanacağın, suyun haqqını ödəyə bilsin. Maya dəyərini çıxarsın. Bəli. Yəni, ikincisi bu. Biridir monopoliya, azad iqtisadi rəqabətin olmaması, Tarif Şurasının gözlənilməz və xalqın belini qıran qərarlarının olması, rüşvət və korrupsiya, bu xüsusən Gömrük Komitəsində, mən bir dəfə ötən dəfədə dedim, ölkəyə gələn malları Gömrük Komitəsi o qaimə ilə hesablamır, bazar qiymətlərindən, ölkədəki bazar qiymətlərini hesablayır və onlardan həm gömrük rüsumu alır, həm əlavədat rüsumu alır, orada iki rüsum var, 18-18 və üstə gəldə monopolistlərin qoyduğu şərtə görə onları bazar qiymətini hesablayır və o da ona təsir edir, qiymətin artmasına təsir edir və bir də ki, ölkədə idarəçiliyin bərbad vəziyyətdə olması. Onu hörmətli deputat da dedi. Müəyyən təşkilatlar yaradırlar. Həmən təşkilatlara pul verirlər, xərc verirlər, ştat ayırırlar və sonra 6 aydan sonra məlum olur ki, hətta ölkənin deputatı belə onlardan soruşanda onların nə iş gördüyünü bilmir. Və bu da ölkədə idarəçiliyin olmaması, bərbad vəziyyətdə olmasının səbəbidir ki, nəticədə vəziyyəti düzəltmək üçün yeganə yolu ancaq ona tapırlar ki, qiymətləri qaldıraq, əsas qiymətləri, dövlətin əlində olan qiymətləri qaldırandan sonra kənd təsərrüfatının qiymətləri də qalxmalıdır. Və Gömrük Komitəsi hər dəfə əlavə rüşvət, əlavə